Ay doktor, hamileliyin əvvəlində tez-tez uzuya düşmək uşağa zərər verirmi? Bu sualı demək olar ki, hər gün eşidirəm. Gəlin bir şeyi aydınlaşdıraq. Erkən dövrdə UZI-nin, yəni ultrasəsin əsas məqsədi hamiləliyin yerini, yəni uşaqlıq daxili və ya uşaqlıqdan kənar hamiləliyi görmək üçün həftəsini dəqiqləşdirmək, ürək döyüntüsünü görmək, bəzən də qanama, ağrı kimi riskləri qiymətləndirməkdir. Yəni ultrasəs sadəcə baxaq, görək yox, çox vaxt tibbi qərar üçün edilir. Ən çox yayılan yanlışlardan biri də budur ki, UZI, yəni ultrasəs şüadır, körpə şüalanır. Xeyr, UZI şüa deyil, rentgen deyil. O əsas dalğalardır ki, hansı ki düzgün cihaz və düzgün istifadə ilə rutin hamiləlik izlənməsində təhlükəli olduğuna dair sübut yoxdur. Həkim tövsiyəsi olmadan gəl baxaq içim rahat olsun üçün tez-tez UZI-yə düşmək çox vaxt düzgün yanaşma deyil. Əgər ağrı, qanama, əvvəlki düşüklər, uşaqlıqdan kənar hamiləlik riski, IVF hamiləlik kimi xüsusi vəziyyətiniz varsa, plan fərqlənə bilər. Bəs UZI müayinələri aralığı nə qədər olmalıdır? Şikayət, risk faktoru və əvvəlki nəticələrə görə dəyişir. Yəni bəzən bir UZI kifayətdir, bəzənsə riskli hallarda daha sıx izlənmə lazım gəlir. Pasiyentə uyğun izlənmə aralığı isə həkim tərəfindən təyin edilir.